insana bir dənə xəstəlik gəlir, görürsən ki, insan hər şey burnundan gəlir. Adı bir dənə qripdir, baş ağrı olur. Nə yemək istəyirsən, nə iştahan var, nə ora getmək istəyirsən, nə bura çıxmağı heç nə istəmirsən də qardaş. Ancaq fikirləşirsən ki, tez bir dənə sağalım, özümə gəlim. Bax, indi sən sağlamsan, Allah Subhanahu taala sənə qol, qılc, qanad, hər şey veribdir, hər şey öz yerindəsən. Amma Allahın səndən istədiyi nədir? Allaha gündə 5 dəfə ibadət edəsən, Allahın qarşısında eləyəsən, ona səcdə eləyəsən, namaz qılasan. Allah səndən bunu istəyir də, səni sağlam yaradıb, qardaş. Yaradıb səni və deyir ki, mən səni yaratmışam, ibadət elə mənə. Sənin Allaha ibadət etməmək hüququn yoxdur. Yox deyə qardaşlarım. Yoxdur. İbadət sənin üçün vacibdir, ibadət sənin üçün fərzdir. Sən ibadət etmirsənsə, sən günah qazanırsan. Sən fikirləşmə ki, mən nə edirəm? O bəziləri var, deyir ki, mən nə edirəm? Mən günah qazanmıram, baxın, məsəl üçün, nə bilim, içki içmirəm falan şey. Namaz qılmırsan, elə özü günahdır. Namaz qılmırsansa günah qazanırsan, hər gün günahdır. Çünki insan ki, həddi buluğa çatdı, qardaşlarım. Vəssalam. Namaz qılmırsansa o günahlar sənə hər gün yazılır sənə. Yəni Allah Subhanahu taala sənə yaradıb, sənə hər şey verib. Sağlamlığın yerində. Vallahi bax şikəst insana hansı ki əli yoxdur. Bax şikəst insana ki qolu yoxdur, gözü yoxdur. Səni Allah Taala sağlam yaradıb və sənə deyir ki, nədir? Mənə ibadət et. Mənim qarşımda əyil. Ona görə də görürsən insanlar nə edirlər? Hətta bunu belə insanlar problem edirlər özlərinə. Bəhanələr. Hər də bir bəhanə gətirir. Biri deyir, nə bilim, institut oxuyuram. Biri deyir, nə bilim, qoy məktəbi qurtarım, instituta girim, qılaram. Biri deyir, ay nə bilim, qoy evlənim, qılaram. Biri deyir, nə bilim, geyim ticarətim orada pullarım qalıb. Geyim onları götürüm, namaza başlayacağam. Hər bir dənə şeydir, bəhanələr gətirir. Bunlar hamısı boş-boş bəhanələrdir. Bu bəhanələr də qardaşım ömrümün axırına kimi bitməyəcək.